Salam hörmətli tamaşaçılar, bugünkü mövzumuz IQ məntiqdən qrafiklər adlanır. Bugün biz 5 suala cavab veririk. İlk suala baxaq. Gördüyünüz kimi burada qrafikdə verilib A, B, C rəqəm hərfləri. A 2x, B 6x, C 4x-dir və alfanı tapmaq lazımdır. Bunun bucaq cəmləri 360 olduğuna görə burada tənlikdə yazırıq 6x üstəgəl 4x üstəgəl 2x bərabərdir 360, 12x bərabərdir 360, x bərabərdir 30, C bərabərdir alfa, yəni alfanı tapdığına görə C-ni də tapmaq olar. 30 vurulsun 4 bərabərdir 120. Y variantı. Bu mövzu ümumiyyətlə riyazi məntiqə aiddir. İkinci suala baxaq. Gördüyünüz kimi x, y, z verilib 200 x-dir, 80 y-dir və 120 z-dir. Burada ilk növbədə 3 rəqəmi toplamaq lazımdır. 200 üstəgəl 120 üstəgəl 80 bərabərdir 400. Y-in faizini tapmaq lazımdır ilk növbədə. 80 bölünsün 400 bərabərdir 1 bölünsün 5 bərabərdir 20%. Üçüncüdə 200 bölünsün 400 bərabərdir 2-də 1 bərabərdir 50%. Biz artıq x-in faizini də tapdıq və sonda 120 bölünsün 400 bərabərdir 3 bölünsün 10 bərabərdir 30%. Biz z-in də faizini tapdıq. X üstəgəl z çıxılsın y faizini soruşur. 50 üstəgəl 30 80 çıxılsın 20 60%. İkincidə olacaq D variantı. Üçüncü suala baxaq. Üçüncü sualda da qrafik verilib. Burada 70, 280 və 250 rəqəmləri var. A, B, C hərfləri verilib. B-nin faizini tapmaq lazımdır. Çox sadə suallardır, hörmətli tamaşaçılar. Sadəcə yolunu bilmək lazımdır. 350 üstəgəl 280 üstəgəl 70 700 edir və B-nin faizini soruşur. 280 bölünsün 700 ixtisar gedir 70-ə qalır 4 bölünsün 10. 4 bölünsün 10 isə bərabərdir 40%-ə. B-nin faizi olacaq 40. B variantı. Və dördüncü sual burada gördüyünüz kimi verilib x bərabərdir 50%, y 30, t olacaq 25%. Ona görə ki 360 cəmlidir və t-ni tapmaq üçün 360-ı bölmək lazımdır 25%. Yəni ki biz həndəsədən bilirdik ki məhz bu işarə olanda olmalıdır 25%, yəni 360 bölünsün 4. Biz bu şəkildə də bunu ifadə edə bilərik. Burada gördüyünüz kimi x-i tapmaq üçün 360 vurulsun 2-də 1. 2-də 1-i bu şəkildə də yazmaq olar. Bərabərdir 180. X 180 olacaq. İkinci 90 budur. T üstəgəl y, yəni 90 üstəgəl 30 bərabərdir 120. İndi isə t, y, x-in cəmini tapırıq. 180 üstəgəl 120 bərabərdir 300 və z-i tapmaq üçün 360-dan bütün hərflərin cəmindən çıxırıq z-i. Xeyr, üzr istəyirəm, çıxırıq z-dən başqa bütün ədədlərin cəmini. 360 çıxılsın 300 bərabərdir 60 və 60 z olacaq. Və burada y ən kiçik ədəd olduğuna görə 30 olduğuna görə y k kimi yaza bilərik. X bərabərdir 6k, yəni 30 vurulsun 6 180 edir, ona görə yazırıq x bərabərdir 6k, y bərabərdir k, 1 vurulsun 30 olacaq, z bərabərdir 2k, ona görə ki 2 vurulsun 30 60 və t bərabərdir 3k, 3 vurulsun 30 olacaq 90. T'nin 90 olduğunu sizə başlayalım, yəni burada perpendikulyar var, ona görə həndəsədən də biz bunu seçmişdik və
Ona görə T olacaq 3K. Cavab olacaq 6K, K 2K, 3K. Y olacaq 6K, X, Z 2K, T 3K. Biz cavabları yoxladıq, Y variantı uyğun gəlir. İndi isə 5-ci suala baxaq, ən çətin suallardan biri. Burada K yenə də olmalıdır. 4-cü sualdakı kimi biz həmin yoluna getməliyik. Burada isə 25% L-dir. Burada K, L, M-i tapmaq lazımdır. Gəlin həlinə baxaq. Gördüyünüz kimi qrafik tapmaq lazımdır. K, L və M hərfləri verilib. 360 bölünsün 4, 90. L tapdıq. L 90'dır. K da olmalıdır 90. Çünki burada perpendikulyar var. 4-cü sualdakı kimi. 90 üstəlik 90 bərabərdir 180. Ümumi cəmi 360'dır. 360 çıxılsın 180 bərabərdir 180. M 180 olacaq. Və biz görürük ki, bura 180, bura 90, 90'dır və 180 bölünsün 92'dir. Yəni M K'dan və L'dən 2 dəfə böyük olduğuna görə burada yazırıq M bərabərdir 2K bərabərdir 2L. K L-a bərabərdir və gəlin uyğun cavabı tapaq. Burada K və L 150'dir, M 300'dür. Çünki M hər iki ədəddən 2 dəfə böyükdür. Digər heç bir cavab uyğun gəlmir. Cavab Y variantı olacaq. Hörmətli muraslar, bugünkü mövzumuz IQ məntiqidən bu idi. Qrafiklər adlanırdı. Növbəti dərsimiz cəbirdən olacaq. Mən sizinlə sağollaşıram. Hələlik.